Danışmaq istəməsəm də elə şeylər var onu deməliyim. Axundov adına bağın yanında, Axundzadə bağının yanında Ramiz Mehdiyevlə rastlaşmışdıq. O işdən çıxmışdı, işi yox idi. Mən mətbuat naziri idim. Mətbuat naziri işləyirdim. Görəndə məni qucaqladı. Rəngi qaçmış, belə çox solğun bir vəziyyətdə. Hal-əhval soruşdum. Dedi, pisəm. Dedim, niyə? Dedi ki, acımızdan ölürük. Bu, Ramiz Mehdiyevin dilindən çıxan sözdür, acımızdan ölürük. Acıq da belə. İşsizlik adam necə olar, ac. Bir dəfə Ramiz Mehdiyevə dedim ki, deyirlər sizin var dövlətdə bu, ya ümumiyyətlə bu sahədə iqtidarda olan adamların var dövləti tez-tez dilə gəlir. Bu barədə sizin fikriniz nə deyirsiniz? Mənə dedi ki, indi sağdır və yəqin ki, eşidəcək bu sözü. Mənə dedi ki, Bakıda mənim bir tualetim də yoxdur. Məlum olur ki, tualeti yoxdur, amma başqa şeyləri var.